Salam əziz dostlar, çox xoş gördük. Təşəkkür edirəm ki, bura qoşulursunuz. İstəyirəm, xahiş eləyəm, dostlarınızla dəvət eləyin. Görək nə olur. Bu günləri Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 11-cisini başlayıram. Əvvəl birinci bölümün, teorik bölümü. Və burada ictimai və fikirləri mühəndislikdən danışaq. Biri də fikirlər və ki, jurnalizm camiənin bir sistemdir, bir dəstgahdır jurnalizm və jurnalizmi elmi ki, camiənin fikrin, insanların fikrin eləyə bilər, şüstüşüyü məğz eləsin. Farsça. Beyinlərin yusun, yerdən yeri. Buna indi İranda o lüğət işi çox işlənir. Mühəndisliyi ictimai ya mühəndisliyi fikri deyirlər. Məmulən bunu sipahi pasdarana ya dövlətin bir sisteminə nisbət verirlər bu sözü ki, orada elmi şəkildə çalışırlar insanların fikrin o yerə aparalar ki, dövlət istir, ya sipahi pasdaran istir. Hətta biri də deyirlər, bu son etirazlar sipahi pasdaranın istəyi üzərində oldu. Onu sipahi pasdaranın istədiyi əsasına qoydular, gəldi və nə cür milləti gətirdilər xiyabana, bu o həman mühəndisi zehnidir. Ya nə cür insanları, məsələn, hamı bundan belə şey deyir, bu intixabatlarda şirkət eləməyək, heç təsiri yoxdur, gəlirlər, qarət edirlər, amma gedirlər, şirkət edirlər və rəy verirlər. Hər halda 20 milyon, 25 milyon, 30 milyon adam gedir, rəy verir. Bu bunu göstərir ki, bir müşkül var. Biri də insanlar eləyə bilirlər, zehniləri mühəndislik eləsinlər. Pəs, jurnalizm üst-üstə camiəni mühəndislik eləməkdir. Unta bir dənə jurnalist yox. O zaman ki, camiə hər tərəfdən bombardıman olan jurnalistlər tərəfindən camiədə hamı fikirlər və ki, hamı belə fikirləşir da. Məsələn, mən yadıma gəlir, uşaq idik mədrəsədə, kətdə, müəllim gəlirdi, bir dənə bir şeyi qələt deyirdi. Sonra uşaqların birindən soruşurdu ki, belədir. O da deyirdi, hə, belədir. O dediyinə görə o birisi də deyirdi, belədir. Hamı baxır, gördü, həm müəllim, o zaman müdür deyərdik. Həm müdür, həm də uşaqlar beləsi deyir. Cəsarət eləmirdi deyə, yox, belə deyil. Məsələn, mən özüm yadıma gəldi ki, bir moriddə mən beləsi oldu, məsələn. Rəsmən özüm gəldim, gördüm, desəm, yox, belə deyil. Müəllim yalancı çıxacaq, müəllim yeşəlikdə adamın yalancısıq atmaq olmaz. Amma bu tərəfdən də mən görürəm ki, belə deyir axı. Bu, həman oyundur ki, jurnalizm, sistematik jurnalizm dövlətin əlində ya bir sistemin əlində ola, orada eləyə bilər bu sistemi yaratsın. Yəni, hər kəs, siz özünüz də bir onu baxsaz görsəz ki, jurnalistlərin hamısı, siz özünüz məsələn jurnalistsiz, yazarsınız, şairsiz, mütəfəkkirsiz, ustad danışqahsınız. Bir onu görəsiniz ki, ustad danışqahların içində 100 nəfərin səsi çıxır, ruznamələrdə, məcəllələrdə. Onlar hamısı bir cür fikirləşirlər. Siz onlarla fərqli fikirləşirsiniz. Əgər desəz ki, mən bunlarla fərqli düşünürəm, filan, onda xüsusən əgər orada da hey deyərlər ki, hər kəs belə düşünməsə, savadlı filandır, ahmaqdır filandır, görərsiniz ki, onda ustad danışqah ki, fərqli düşünür. Buna görə ki, fərqli düşünməyin göstərməyə o sözü təyin edəcək.
Bu dəqiqən həmin nağıldır ki, o şaha deyirlər ki, biz bir paltar tikərik ki, heç görünməz. Bunu fəqət ahmaqlar görməzlər. Şah o yalandan bir şeyi əli ilə belə giyir, lüddür. Şortu da yoxdur əynində. Gəlir adama yenə də deyirlər ki, qurban nə gözəl yaraşır filan bəhman. Deyir ki, mən görmürəm, özümü lüt görürəm. Deyirlər ki, yox, siz görürsünüz. Fəqət bunu əhmaqlar görməz. Siz də şahsız, əhmaq deyilsiniz yəni. Vəzir də görür, əhmaq olacaq, deyir, yox, o cür deyil. Gedir şəhərə, hamı görür ki, əhmaq olacaq, hamı deyir, bəhbə, bir dənə uşaq oradan deyir, o şah niyə lütdür? Çünki fəqət odur ki, istəmir o camiənin əfkar ümumisinin kölgəsində qalsın. Bu həman mühəndisi ictimaidir. Yəni çalışar bir sistem, əgər o məmləkətdə bir sistem var, məsələn İranda bir sistem var, iki sistem yoxdur. Çünki İranda tamamilə mətbuat istisnaən İrançı, Farsçı və biraz da İslamçı olmalıdır. Yəni İslamçılıq mühüm deyil İranda, amma İrançı və Farsçı olmaq məcburiyyətindədir. Bunun üçün hamı güya ki bir yerdən səs alır, o bir səsi demək etibarındadır, ondan sonra bir ayrı səs yoxdur. Yadınızda saxlayın ki, bir zaman bizim məğzilərimizin o qədər üstündə işləmişlər ki, biz deyirdik ki, ölüm olsun liberalistə. O qədər bizim məğzimizdə liberalismi ki, azadlıq xahdır, gəlirdik ki, azadlıq istəyən insanlara ölüm olsun. Və bu bir ümumi şüar olmuşdur. Ya 40 ildir ölüm olsun, ziddi vilayət fəqihə deyirlər, yəni Azərbaycanlılara, türklərə ölüm olsun. Çünki İranda fəqət Azərbaycanlılar ziddi vilayət fəqihdirlər. Tarixi olaraq. Bu həman o mühəndislikdir ki, adam bir cəvvidə qərar tapır, bir fəzada, atmosferdə qərar tapır, o atmosferdə özün dəyişdirə bilmir. Fikirləyin ki, sizin yoldaşlarınızla gedirsiniz bir dənə qəhvəyə ya gedirsiniz hər yerə, yoldaşlarınız siqar çəkirlər və sizə tarif edirlər. Baba, sən də halımızı vurursan, ya qəlyan çəkirlər sizə də qəlyan tarif edir. Baba, sən də bizim halımızı vurursan, gəlmə da, belə eləyəcəksən, gəlmə. Yoldaşlığın da bir yolu var, filanı var. Görürsünüz ki, adam qalır, o qədər çətinlikdə ki, deyir, mən bu çətinlikdə qalım üçün çəkim də. Məsələn, siqar çəkim ya, çay içim ya, qəlyan çəkim ya, məvadlı müxəddir içim ya, tiriyey çəkim. Yəni, adamlar o atmosferdən çıxa bilmirlər. Əlbəttə bu qalıb adamlara, amma çox məhdud, çox az bir adam o güc və cəsarətə malikdir, belə bir vəziyyət olsun. Hər halda bunu o atmosferi düzəldirlər. Bu atmosferi hər kəs düzəldə bilsə, o insanların fikrini dəyişdirir. İndi jurnalistə biri də deyirlər ki, jurnalizm, bizə hətta danışqahda belə deyərlər, mən bunun mənbəyini bilmirəm, fəqət ustadlarımızdan bunu nəql edirəm. Bizə deyərlər ki, Fransada rəvabit ümumiyə və ruznameniqariyə reşte deyərlər ki, insanların zehni yuvar, şosteşuyi məğzələr. İnsanların fikrini yuvar, yerinə ayrı bir fikir var. Vaqiyyət budur ki, əgər bu tərif yalan da olsa, bizə yalan desələr ustadlarımız, amma bu doğru bir sözdür. Jurnalizmdə bu güc var ki, eləyə bilər, insanların zehnini yıxsın. Hətta əgər İran kimi bir məmləkətdə tamami ruznamələr, hamısı radio, televizyon əleyhə Azərbaycan yazar, fəqət bir nəfər bir dana məqalə yaza internetdə, heç insanların da hamısının əlinə gəlməyə, o bir dana məqalə o cəvvi sındırar. Çünki o zaman ki, buna da diqqət buyurun, o zaman ki bir dana fikrin ziddinə çoxlu bir şey yazılır, insanlar yorulurlar, bilirlər ki, burada bir şey var, onun altından çıxmaq istəyirlər, alternativ istəyirlər. O fikri ki, taza gələ alternativ bom kimi partlar. Alternativ fikir bom kimi partlar. Və bunu hər kəs gətirsə ortaya,
o işi görə bilər. İndi bu ola bilər siyasi bir adam olsun, ola bilər elmi bir adam olsun, ola bilər bir ruznamenigar ya şair ya aşıq olsun, fərq etməz, ya bir savadsız insanlar olsunlar. Heç mühüm deyil. Mühüm budur ki, bir alternativ fikir gələndə o qalib cəvvin ziddinə elə bir gəlir. O qalib cəvvin atmosferin ziddinə gələndə tamam insanlar onun dalısından gedirlər. Mühəndisi ictimai əslində dediyim bu misalların hamısına diqqət buyursanız bir rəvani oyundur. İnsanların zehninə və inancına diqqət eləyərək, əgər insanlar bir şeydən yorulublar, onun ziddini gətirməklə eləyə bilir bir şey partlasın, bir fikir partlasın. Ya da insanların o yorğunluğuna, o istəklərinə, o hüquqlarına diqqət eləyərək onları gətirirsən. Beləliklə insanların zehni ilə oynursan. İnsan Azərbaycanda nə istir? Nə vəziyyətdədir? Niyə narazıdır? Nələrdən narazıdır? İndi sən istərsən yer tapasan, o narizayətlik, o istəklər, o haqlar, o işsizlikləri tapacaqsan, bir millətin özünə deyəcəksən. Millətin ki, cəsarəti yox idi, özü bir şeyi desin, görürdü, yaşırdı onu, amma deyənmirdi, qışqıranmırdı heç olmasa. Yəni deyirdi ailə içində, dost içində, amma indi bir nəfər çıxır bir ruznamədə, bir veb-saytda, bir radioda bunu deyir. O adam milli bir adam olar. Çünki o millətin uca səsidir. O millətin bağırmaq səsidir. Liderlər buradan çıxarlar. Liderlər köydən gəlməzlər. Liderlər o insanlardılar ki, camiənin, səsin, müşkülün, problemin, istəyin, işsizliklərin, pulsuzluqların, fəqrin, fəlakətin, hər nə içirsəz görür, onları bağırır. Onlar üçün yol göstərir. Buradadır ki, onlara çıxış yolu göstərir. Buradadır ki, liderlər doğar. Və bu liderlər o camiənin məhbub insanlar olar. Hər nə qədər bir insan çox liderliğə yaxınlaşsa, belə çox nəqd olar. Yəni çox ona həmlə olar. Çünki bir də insanlar istəmirlər bu adam qalxsın üstə. Görürlər ki, bu adam qalxır üstə. Ya bu fikir qalxır üstə, ya bu hizb qalxır üstə. Bunu sındırmaq üçün qalxmasını həmlə eləyəcəklər. Buradadır ki, bəllidir bir lider doğur. Bu lider gərək daha ciddi, daha səmimi ola və hər gün calibliyi budur. Ruznamələr və hizblər vəzifələrinin biri budur. Hər gün gərək ictimada keçən məsələlərə görə muzecirlik eləyərlər. Buna sərməqalə deyirlər mətbuatda. Sərməqalə o şeydir ki, bugün camiənin dərdin, camiədə bir dərdə görə danışır, mövzeyini tutur və özünün istəyini deyir, bəlkə də bir yol qoyur. Yəni bir alternativ. Demək olar, ruznamenigar da bu cürdür. Ruznamenigar hər bir xəbərdə, bunu dəfələrcə demişəm, yenə də deyəcəyəm, dəfələrcə bunu deyəcəyəm. Ruznamenigar, bir milli ruznamenigar hər xəbərdə nə tək nəqd eləyəcək, intiqad eləyəcək, bəlkə yeni bir səs. İnsanların haqları, istəkləri və milli haqlar, milli mənafe üzərində danışacaq. Hər şeyi bu üç danadan görəcək, bu üç qapıdan. Milli mənfəətlər, hüquqlar və istəklər. Nə mənə bu üç əsasında eləyə bilər görə taza bir fikir deyə bu camiədə qəbul olunacaqdır. Bu həman mühəndisi fikri və ictimainin bir tikəsidir. Yəni hər gün o pazelin, o böyük tablonun hər gün bir tikəsini qoyuruq oraya və onun haqqında danışırıq, camiədə onu zehni də yaradırıq, insanlar onu şaiəyə çevirirlər, onu əgər biz bir dildə deyək ki, o dil onlara rahat ola, zehnilərində qala, kiçik cümlələrdə ola, gözəl cümlələrdə ola, onlar o kiçik cümləni bir-birlərinə deyəcəklər və bir dana media olacaqdır. Yəni, o camiələr ki, orada azad mətbuat yoxdur, insanlar, məsələn, şah zamanı diqqət eləsəz, birdən görürsünüz, Xumeyni istəyir İrandan danışsın, radiosu yox idi, televizyonu yox idi. O zaman Nəvar var idi. Nəvarın da biri, məsələn,
nə bilim, yadımda deyil, 3 tümən idi, 2 tümən idi. Mən də o zaman məsələn 2 tümənə günü sübdən axşamacın ilmək salırdım 2 tümənə. Ya 3 tümənə. Yol. Nəvarın da biri 3 tümən, 5 tümən belə idi. Amma onu görürdün ki, bəlkə də çox, bəlkə də 10 tümən. Görürdünüz ki, millət o Xumeyninin sözlərini zəbt edirdi. Bu bir dana zəbt edirdi, verirdi o birisinə. Hamı zəbt edirdi, görürdün ki, yayırdılar camiədə. Sonra da bir-birləri ilə danışırdılar. İndi bu cürdür ki, bir dana ruznamenigar ya bir dana siyasətmədar, bir dana yazan, əgər belə çıxırsa, burada camiənin fikrini oxuyar. İndi burada bir dana məsələ gəlir, orada deyirlər, hünər برای hünər. Hünər bunun üçün deyil ki, insanlar düşünələr. Bəlkə hünər bunun üçün ki, bir hünər yaradaq. Anlamı var ya yox. Amma bizim nəzərimizə hünərdir. Mən şəxsən belə bir şeyi qəbul eləmirəm bu tərifi. Yazmaq bunun üçün deyil ki, yazam. Və nəqqaşı bunun deyil ki, bir dənə nəqqaşı çəkəm, bekar qalmayam. Heykəltəraşlıq bunu deyil ki, mən bir dənə heykəl çəkəm, düzəldəm. Gərək bu heykəllərdə bir söz olsun. Komünisti məmləkətlərin bir neçəsində mən müsafirət eləmişəm. Orada görmüşəm ki, heykəltəraşlıq hünər üstündə deyil. Nəinki hünəri deyil, onlar da hünəridirlər. Bir yeni model hünəridirlər. Orada istəyir təbəqi kargəri güclü görsətsin, bir görsətsin. Gözə heykəllərin hamısı uca, çox elə görsəm ki, adam baxanda deyir ki, kölgəsində qalmışam mən onu. Onun güclülüğü onun formatindədir, böyüklüğündə deyil. Onun nə cür kəsərci görsənir, hər tərəfdən baxırsan elə bir kəsiri. Yəni elə bir dörd cuşəli düzəldiblər məsələn. Mən deyirəm, bir-iki dənə məmləkət, komünist məmləkətdə müsafirət eləmişəm. Onların binaları Amerika binalarından çıqqılıdır, çox-çox. Kanada binalarından çox çıqqılıdır. Amma baxanda bir adam fikir edir ki, çox əzəmətli bir şeydirlər. Niyə? O bir dənə hünəri onun üstündə işlənib, yəni memari işlənib, bir dənə tərrahi işlənibdir. O tərrahi bu fikri ora verir. O fikri insanlarda icad edir. O zaman ki, ona baxırlar, ondan o hissi alırlar. Hünər belə bir şeydir. Hünər insanların dərdin, istəyin yetirmək üçündür. Əgər bir hünər bundan izafədə olsa, zahirən ki, bir dənə fantezi bir şeydir və bir hətta pullu camiədə də belə bir şeyə ehtiyac yoxdur məncə. Normalda mühəndisliyi fikri və ictimai camiə ulum insaninin əli ilə olur. Diqqət buyurun, İslamda bir qanun var. Bu indi gəlirəm, bu ulum ictimaidən söz açam ha. İslamda bir qanun var. Deyir ki, hər kəsin bir tikə yeri var. Öləndən sonra o evlatların arasında bölünər. Əgər 3 metr olsa 2 metr oğlana, 1 metr qıza yetişər. Bu İslamda hüquq deyilir buna. Hüquq ulum insanidir. Bir çox müsəlman məmləkətlərdə yerlər o qədər bölünüblər ki, bəzən görürsünüz ki, 100 metr yeri bölüblər 3 yerə. Bu bizim öz kəndimizdə də görünübdür. Məsələn, bir dənə 160 metr yeri bölüblər 4 yerə ya 5 yerə. Hər yer 20-30 metr yer gəlibdir. Yerlər kiçikləşir, heç kəsə faydası yoxdur. Yer sahibiyəm, amma 20 metr. Türkiyə dünən bir qanun keçdi, məsələn, hüquq-i İslamda. Bunun qabağına, dünən yox, bir müddətdə bu qanunu keçibdi. Mən 2-3 həftədə bu qanunu eşitmişəm, onun üçün calibdir. Dünən gecədə axirin dəfə eşitdim, onun üçün calib gəlib mənə, dünənki zehnimdə qalıbdır. Deyir ki, bir əndazədən aşağını bölmək olmaz yerləri bundan bu üzə. Əkincək yerlərin bağları bundan bu üzə 1 metrajdan aşağı olsa daha bölmək olmaz. Orada gərək bir nəfər ailədən alınsın ya da satılsın. Çünki əmələn o qədər kiçikləşir ki, orada nə əkmək olar, nə bir iş görmək olar. Pəs,
eləmək olar hüquqla, yəni bir qanun təsvib eləməklə insanların zehnini dəyişdirəsiniz. Çünki insanların zehnin qanunla, hamı qanunda mücazatla qorxur. Mücazat olmasın deyə qanuna boyun əyir. Əgər bir qanun məclisdə gedə, edam bundan bu qadağandır. Türkiyədə məsələn edam qadağandır. Hətta terroristlər ki, bomb qoyurlar, 100 nəfər adam öldürürlər, yaralırlar, onları edam yoxdur. Türk camiəsi bunu qəbul edibdir ki, edam yoxdur. Etiraz eləmir ki, edam olsun. Düzdür, bu geçən kodetadan bu üzə indi 1 il yarım olar, bəzən cəmaət qışqırırlar ki, edam qanunu qoyulsun. Amma Rəis Cümhur millətlə müxalifə eləməyim deyə deyir ki, əgər məclis qəbul eləsə, təsvib eləsə, mən imzalaram. Amma məclisə bu qanunu gərək dövlət gətirə, dövlət də aparmır. Bilirsiniz, yəni qanun əli ilə camiənin zehnin ulum insanidə qanunla, hüquqla eləmək olar insanların zehnini dəyişdirəsiniz. Əgər bu günləri İranda bir qanun geçsə, demokratik. İnsanlar məcburdular onu müraat eləsinlər, onun üstündə gedəcəklər. Bir neçə ildən sonra camiət demokrat olar. Camiət sekular olsun. Məsələn, Riza Palani dövründə İranda insanların hər kəsin başında papağı var. Bu papaq, hər kəs hər papağı qoya bilməz. Mən əgər şah sevənliyəm və əkinçiyəm, şah sevənli dəmirçinin börkün papağın başıma qoyanmaram. O börkü, o papağı bir nəfər uzaqdan mənim başımda görəndə deyir ki, bu adam kimdir, hansı tayfadandır, dili nədir, hüviyyəti nədir, hansı torpaqdandır, dini nədir, işi nədir? Zorun buna çatar ya çatmaz. Amma Riza Palani gələndən sonra papaqları birdən-birə götürür. Hamı papaqlar gərək götürülsün. Çünki mən istəyirəm bir dana ülgü, standart bir ülgünü hamıya dolduram. Nuşabə şüşələri ki görmüsünüz bu Coca-Cola falan ya Kanada, bunların hamısı bir əndazədədir və içinə dolan da su hamısı bir rəhdə, bir əndazə, bir tamdadır. Hər nə ki onun içində var, hamısında bir əndazədədir, bir boyutdadır. Riza Palani insanları, Riza Palani'nin müşavirləri və yol göstərənləri insanları nuşabə şüşəsi görürdülər ki, hamı gərək bu standarda yetişsin. Bundan izafi olan boynun vurarıq, buradan da aşağı olan gərək çəkək uzaldaq, içlərində də gərək bu olsun. Onun üçün hamıya bir papaq verdilər. Pəhləvi papağı deyə. Hamının paltarını dəyişdirmək. Əlbəttə, hamı deyəndə İranda fəqət 2 dənə millətin üstündə hamı demək olar. Türk və Fars. Yəni bu günləri ərəblərə baxsaz, Kürtlərə, Bəluçlara, Türkmənlərə, hamılarına baxsaz, o birisi kiçik millətlərin və şeylərini görəcəksiniz ki, hamı dilini saxlayıbdır. Hamı paltarını saxlayıbdır, geyimini saxlayıbdır, hamı yaşam tərzini saxlayıbdır. Amma iki millət bir-birinə bənzir. Bunları bir-birindən ayrıtmaq mümkün deyil. Biri Türkdür, biri Farsdır. Çünki Palanilərin ehtiyacı vardır Türk ilə Farsın ki, əksəriyyət və şiədilər, o birisilər əksəriyyət və şiə deyirlər. Və ha belə Türk 1000 il hökumətdədir, amma gərək özünü itirilə. O papaq bir numad idi. Mən Türkəm, tarixim budur, hüviyyətim budur, kimliyim budur, dilim budur, işim də budur. Səthi savadım da bu qədərdir. Yəni o papaq qışqırırdı. Bunların hamısını götürüm, insanlar bir-birinə yetişəndə bir-birini tanımasınlar. Bir-birləri ilə fikir alveri, ictimai alveri eləyə bilməsinlər. Onun üçün də indi görürsünüz İranda o sünnəti sistem kamil aradan getməyibdir.
modern sistemdəki Avropada, Amerikada var. O da gəlib oturmayıbdı. İnsanlar bu günləri 20 milyon seçki edir İran'da. Bir ildə 20 milyon seçki edir. Niyə? Çünki insanlar bir-birlərini etimad edəmirlər, tanıyıb etimad edəmirlər. Amma o zaman bir-birlərini tanıyırlar, etimad. Çünki o papaq göstərir ki, bu hangi tayfadan da, hangi eldən də, hangi kətdən də, işi nədir, gücü nədir? Bu çeki verir, bunun qabağından çıxa bilər ya yox. Amma indi bunların heç birisi yoxdur. Amma Qərbidə siz bunları sistem yaradıblar, o sistemin üzü ilə bilirsiniz. Siz bilirsiniz ki, bir dana müəllim, ya bir dana karger, ya bir dana tükançı filan qədərin öhdəsindən gələr, bundan öhdəsinə gəlməz. Onun üstündə kredit kart da bunun üstündə verirlər. Hər adama kredit kart verilməz. Kredit kartların da hərəsinin bir zərfiyyəti olar. O zərfiyyətdən izafəni əslən qoymazlar. Pəs, mühəndisi ictimai beləsi gəlir. Amma mühəndisi ictimai ya jurnalizmi ki, ictimai eləyə, mühəndislik eləyə, bu təhqiqata bağlıdır. Təhqiqat nədirdir? Təhqiqat bu cürdür ki, biz hangi mövzunu istirik, onu bilafasilə bir dana sualla, ya 2, ya 3, ya 5 dana sualla eləyə bilirik ki, xüsusən bugünkü gündəki Telegram kimi, Facebook kimi şeylər vardı. Orada o 5 dana, 3 dana sualı qoyarıq, insanlardan cavabı alarıq, onların üstünə nəzər səncə elərik, onların üstünə fikir çıxadarıq. Onların üstünə eləyə bilirik, şey eləyək, bərnamə tökək, nə cür, hangi fikrin yerinə alternativ nə qoyaq. Amma təhqiq ilə bunlar olar. Heç birisi Avropa əgər görürsünüz ki, çox rahatlıqca ya Amerika çox rahatlıqca qoymur bir bəlanı ki, özü millətlərin başına gətirir, bilinsin. Amma bir yerdə bir nəfər Amerika görən işin 100-dən birin belə görsə, onu oradan görürsünüz ki, o qət yekəldirlər, dünya onun ziddinə olur. Bunun səbəbi budur ki, Amerikalılar hər gün, istisnaən hər gün nəzər səncə elərlər, hər gün millətin fikrini çıxadarlar, onları nə cür yönətmək olar, nə cür onları müdiriyyət eləmək olar insanların fikrin, onu öyrəşirlər. Jurnalizm bu belə bir insandır. Jurnalizm bir də gəlir neyinir? İnsanların gələcəyin, millətlərin gələcəyin mühəndislik edir. Həm insaniyyətin gələcəyin, həm də millətlərin və vətənlərin gələcəyin mühəndislik edir. Yəni, məsələn, indi gəlir deyir ki, bir neçə il bundan qabaq hüquqi bəşər adında bir şey yox idi. Demokrasi adında bir şey yox idi. Bərdedarı çox belə bir raic bir iş idi. Ya orduda müftəc edib icbari sərbazlıq eləmək bir iş idi. Jurnalizm gəlir, bunları müxalifət edir, bunları alır ayağının altına. O sistemi ki, bunu icra edir, ona həmlə edir. İnsanlar işə müftə sərbaz gedirlər, onların mənafiyindən difa edir. Onlar gəlirlər bu tərəfə, dövlət bunun qabağında dalıya oturur. Birinci Dünya Savaşı və İkinci Dünya Savaşından dünyada 26, 27, 50 məmləkətdən çox yox idi hətta əksər. Ən çox desək 50 məmləkət. Əlbəttə, bunlara görə mən Günas TV-də danışmışam, yadımda deyirlər amarcada, onun üçün deyəmdə. Mütəəssifanə mənim hafizəm kitablardadır, zehnimdə deyil. Amma mətbuatın yazmaqları əsasında insanlar məmləkətlərin müstəqil eləməyə qalxdılar. Hüquqi bəşər adında bir şey yox idi. Mətbuat yazmaqla, dərdləri deməklə bir hüquqi bəşər çıxdı. Bir Sazman-ı Milal adında bir şey yox idi, amma mətbuatın yazmağı əsasında bir Sazman-ı Milal çıxdı. Sazman-ı Milaldə məmləkətlərin həqqləri var idi, amma mətbuatın yazmaqları əsasında, jurnalistlərin yazmaqları əsasında indi Sazman-ı Milaldə millətləri ki, bedune dövlət, dövlətsiz millətlər deyə bir təşkilat qurulubdur. Və yavaş-yavaş 5-10 ili, gələn 5-10 ildə bu təşkilat və mətbuat əl-ələ versələr, bu təşkilat dövlətlərin cüzvü olacaq və haqq sahibi olacaqlar. Bunun üçün mətbuat və ruznamələr təhcə bir insanın zehni yaratmır, bəlkə bir millətin gələcəyin də mühəndislik edir. Bunlara misal vurdığım üçün əvvəldə yap sözlərimizin əvvəldə başlamağa və insaniyyətdə misal vurdığımız üçün dahi çox davam vermirəm. Pəs jurnalizm
bir dənə bir sahədir ki, o sahədə hər kəsin insanın gələcəyi üçün, insaniyyətin gələcəyi üçün, mən bir məmləkətin, bir millətin gələcəyi üçün, bir qrupun, bir iş qrupunun ya bir tayfanın gələcəyi üçün sözü olursa, eləyə bilər o sözü çox rahat insanların zehninə keçirsin. Bir dənə qıssa bir misalla bunu tutarım. Döktür Əzim Xinzani adlı bir Əfqanistanda bir döktür var. Bu türklüğün bilir, amma türkünü danışanmır. Bilir ki, mən türkəm, amma deyir ki, mən dəri zəbanlı türkəm, dəri dilli türkəm, yəni farsiyə dəri. Əlbəttə, onlar farsı işlətmirlər, onlar dəri işlədirlər, çünki farsı İran nəcatpərəstlərin dili olduğu üçün dəri dilin farsı deyəndə nəcatpərəstlik anlamı gəlir. Buna görə ki, farsı kəlməsində nəcatpərəstlik var, amma əfqanlılar nəcatpərəst deyirlər, farsı sözünü işlətmirlər dillərinə, dəri sözünü işlədirlər. Və çox narahat olurlar, deyəsiz, dəri farsıdır, farsı dəridir. Çünki farsıda bir şovinisti, anti-reysizm, yəni özlərindən sonra o birisi reislərin ziddinə bir anlam var. Əfqanlılar bundan müxalifdirlər. Bu Döktür Əzim Xinzani görürsünüz ki, daimən musafirətdədir. Gedir dana-dana şəhərlərə, kətlərə, o türkçülük yazısını da özü ilə götürür, gedir orada insanlarla oturur, danışır, uşaqlarından əks alır, böyüklərindən əks salır, onları gətirir, Facebook'unda yayır və onlara çox təşviqli, məhəbbətli sözlər yazır. Bunlar bilmirdilər türklər, amma mən bunların tayfalarının keçəcəyini dedim. Bildilər ki, türkdülər, amma dilləri farsdılar. Onlar da mənə tay çalışacaqlar ki, türkünü öyrəşələr. Beləliklə bir milləti ayırtmağa başlar. Mən inanıram ki, Xinzani gələn 5 ildə eləyə biləcəkdir. Əlbəttə, buradan eləyə bilibdir ki, Əfqanistan dövlətin qəbul elətdiribdir, Əfqanistan dövlətinə qəbul elətdiribdir ki, yazılarında sicilli verəndə yazsın hər adamın, qabaqdan yazırlar Pəştun filan, indi yazsın ki, türk. Türk sözü də geçdi sicillərə, yəni bir nəfər gedəndə ora deyir, mən türkəm. Bir neçə ildən sonra rəsmi amar bəlli olacaqdır sicillərin üzü ilə ki, Əfqanistanda neçə nəfər türk var. İndilikdə feylən 12 milyon ta 14 milyondan danışılır. Amma bu danışılmaqdır. İndi mən tez əgər eləyə bilsəm, bir 5-6 dəqiqənin də içində bunu xülasəcən eləyə biləm, bugünkü bəhsi qutaram, çox yaxşı olar. Biz nə cür mühəndislik eləyirik? Biz kələmələri bir-bir seçib yazmaqla insanların zehnin mühəndislik edirik. Əvvəl bir yaxçı fikrimiz var. O yaxçı fikri yaxçı yazmaq üçün kələmələri bir-bir seçirik. Hər kəlməyə, məsələn deyirik ki, bu gözəl misalda farsçada deyir ki, ya elə türkçə də var, deyir ki, əyləşin, buyurun, buyurun əyləşin, otur, qıçılqır otur. Ya hətta baxışla, ağzı burnunun halət verməyi ilə otur da. Yəni bunların heç birisi bir-biri ilə deyil. Biz bunları, bu kəlmələri seçməklə hangi kəlmə həmandır. Amma əyləşin, buyurun əyləşin, oturun, rahat olun filan sözlərinin yerinə bunların hangisini seçirik, hangi hədəflə? İstəyirik bu kəlmə hangi fikri rahat yetişdirə. Pəs biz kəlmələri bir-bir seçməklə, bir-birinin dibinə düzməklə təsbih bağı kimi bunların içindən bir şey düzəldirik. Fikr eləyin ki, qədim uşaqlara bizim sinimizdə yox idi, amma mən öz uşaqlarıma yadıma gəlir. Gedirdik bir oynatmalı alırdıq. Məsələn, ondan bir dinosaur düzəldəcəksən. Amma onun tikə-tikələri
qırıqdır, tökülübdür, ayrı-ayrıdır, tökülübdür bir qutuda. Sən onu yapışdıracaqsan bir-birinə, ondan dinosaur düzəldəsən. Onu gərək elə bir-birinə düzəlsən ki, o dinosaur olar. Əgər başı gedə vəsətə, ortalığı hərəsi bir yerə gəlsə, bu bir ayrı heyvan olar. Dinosaur olmaz və olmaz əslən, düzülməz. Bəs biz puzzle'imizi düzəltmək üçün kəlmələrimiz, bizim qudrətimiz, o mühəndisliyə fikri kəlmələrdəndir. Biz kəlmələri düz seçməklə, kəlmələri düz yazmaqla gedirik. Biz kəlmələri seçəndə o ondana məna ki demişik, hər kəlmədə vardı. İşıqdır, qaranlıqdır, kəsərdir, kütdür, ağdır, qərədir, eşqdir, nifrətdir. Bunlar və buna tay anlamlar, bu mənalar onun içindədir. Ona diqqət eləməklə bunları seçirik. Sonra bunları yazmaqla elə bir ki, vaksəndir, vururuq bu oxucumuzun damarına, fikrinin damarına bunu vururuq. O onu qəbul edir. İndi Hitler dəqiqən bu sözdən istifadə elədi və bir dənə vəzir gətirdi. O vəzir də bir çolaq bir adam idi. His adında. O sözü buydu. Deyirdi ki, yalanı cıqqılı yalan demeyin. İnsanlar onu deyərlər ki, yalandır çox rahatca. O qət yalan deyin ki, insanlar hər nə dəlil gətirirsə bu böyüklükdə bir şeyi yalan demək olmaz. Aryayı sözü, İrançılıq, tarixə müştərək, vətənə müştərək, mənafi milli müştərək o qədər böyük bir yalandır ki 90 ildir, 94 ildir, 95 ildir onun altından çıxanmırıq. Bu Hitlerin o təzriqi sözüdür. Bir fikri təzriq eləyin, kəlmələri qoyun bir-birinin dibinə, onu düzün, bir fikrə çevirin ki, o zaman ki onu iynə ilə, kəlmələri ilə vurduz adamın zehninə, o adamın zehni ondan çıxmır. Hər nə qədər də dəlcəsə bu böyüklükdə yalan olmaz ki, Aryayı kim? Yəni siz indi Aryayı sözü ilə mübarizə eləməkdən çıxmaq olmaz. 100 ildə belə bir şey olar ki, 100 il belə yalıqlı böyüklükdə yalan desinlər və ustad danışqahlar bilməsinlər, adamlar bilməsinlər. Bu həmandır. Biz bunun qabağında gərək sözlərimizi bilaq, insanları vaksin eləməyə çalışaq. Əlbəttə bunu da bilaq ki, insanlar o fikirdən yorulublar. Onun üstündə kiçik amma eyni halda böyük dəlillər, elmi dəlillər, əxlaqi dəlillər. Biz mübarizəmizdə, milli cərəyanda biz əgər bir dənə komment yazırıq, o kommentidə heç ziddi əxlaqi bir şey yazmayacaq. Əgər bir nəfərə deyirik ki, ağa niyə bu videonu qoyuruq ki, məsələn, farslara zərbə vuraq? Qızlarla oğlanlar bir dənə toyda oynurlar. İstirik bunu görsədək ki, İran rejimi farslara çətin tutsun, bizə də çətin tutacaqdır. Hər o şey ki, əxlaqidir, gərək hamıya əxlaqı olsun. Hər o şey ki, ziddi əxlaqdır, gərək hamıya ziddi əxlaq olsun. Biz eləyə bilmərik, 2 milyardçımız olsun, 2 metrimiz olsun. Biri ilə türkləri ölçək, biri ilə farsları ölçək, biri ilə kürdləri ölçək. Biz əgər istiqlalı pis bilirik, özümüzə də gərək pis bilək. Kürdlərə də, ərəblərə də, bəluçlara da, farslara da. Əgər istiqlal yaxçıdır, bizə də. Əgər bizim məmləkətimiz var və farslar deyirlər ki, siz mühacirsiz, biz onu qəbul eləmirik, gərək həman sözü türklərə də biz deməyək, bağışlayın, kürdlərə də deməyək, o ermənilərə də deməyək, o birisinə də deməyək. Çünki metrimiz, standartımız hüquqi bəşərdə birdir. Baxın, bir hüquqi bəşəri standart, demişəm bunu dəfələrcə, ən aşağı təvafuq olunan hüquqlarda 30 dana. Amma yüzlər hüquq var ki, dünyada indi çox yerlərdə insanlara verirlər və o hüquq bəşərdə yoxdur. Pəs, indi Hitler o teoridən istifadə elədi, Rıza Palani həman teoridən istifadə elədi, Xumeyni həman teoridən istifadə elədi. Baxın, hipnotizm elədi Xumeyni zahirdə hamını.
Yəni hətta Cəbhə-i Milli, Cəbhə Pan-İranistlər, kommunistlər, Tudeylər, mücahidlər, o, şu, bu hamısı gəldilər, Xümeyninin tərəfində durdular, Xümeyniyə təslim oldular. Bu, həman sözdən gəldi. Təzriqi. Bir də, üçüncü dünya məmləkətləri ki deyirlər, diktator olan məmləkətlərin hamısında və üçüncü dünyada, yəni hamısında da bu hakimdir. Çünki hər kəs iş üstə gəlir, özündən qabaqdakıları inkar edir, özün dünyada məsum görsədir. O halda ki, bu bir dənə idarə bir adamdır. Təbiətən bunun idarə sistemi iştibahlar eləyəcəkdir. Amma o zaman ki, bu gəlir öz idarə sisteminin, o birisi idarə sistemlərdən yaxşı görür, öz fikrini o birislərdən yaxşı görür, öz işlərini o birislərdən yaxşı görür və alternativ, qoymur alternativ səs çıxsın. Buradadır ki, o da yenə bir dənə atmosfer yaradır ki, o atmosfer nəhayətdə Bəşşar Əsəd olacaq, Hüsnü Mübarək olacaq, Ənvər Sadat olacaq, Qəzzafi olacaq, Xümeyni olacaq, Xameneyi olacaq, Sukarno və bu cüzdür. Yəni, hala o çox da o üzbüzə getməyək bəzən. Bunların hamısı. Yəni, diktator müslehlər hamısı teori təzriqidən istifadə edirlər. Yalan böyükdür, ya böyükdür və qoyma ayrı fikir çıxsın. Onlar bu yolundan hamının zehninə bir təzriqat elərlər, qoymazlar alternativ çıxsın. O yerdə ki, nəqd-i intiqat yoxdur, hangi sistem görürsünüz, görün. Orada, yəni ki, təzriqi sistemdən istifadə edirlər. İndi, mən geçdim 45 dəqiqəni çalışacağım ki, bu günləri qutaram, amma inanmıram qutaram. Mən tez-tez bunları fəqət elə titri var deyim. Çünki istəyirəm bu dərsi qutaram burada, gələn həftəyə qalmasın. Fikir əbzarları, fikir mühəndislik əbzarları kəlmələrdir, düşüncələrdir, arzulardır, xiyal pərdazlıqlardır, xiyal düzəltməklərdir. Xiyal o hamından fərqlidir. Xiyal o şeydir ki, ona yetişmək imkanı var. O şeydir ki, ona yetişmək imkanı yoxdur. O şeydir ki, onları düzəltmək imkanı yoxdur. Xiyal o şeydir ki, onları düzəldə bilərsən. Arzu o şeydir ki, onları ələ gətirə bilərsən. Cəsarətlərdir. İnsanlara cəsarət verməklə eləyə bilirsiniz, onların fikirlərini dəyişdirəsiniz, mühəndislik eləyəsiniz. İnsanların fikrin və öz fikrinizi xüsusən nəqd eləməklə zahirdə özünüzü nəqd edirsiniz, amma əslində qulaq asanlar özlərin sizin yerinizə qoyurlar, özləri nəqd edirlər. Yəni nəqd şəxsi, mən əgər özümü nəqd edirsəm, siz özünüz orada oturursunuz, mənim yerimə qoyursunuz özünüzü, mənim fikrimdəki olan fikri özünüz içərinizdə nəqd edirsiniz. Çünki insanların zehni çox hərəkətdədir. Vaxtı ki, siz bir sözə qulaq asırsınız, zehniniz ondan düzəlir, ondan cümlələr düzəldir. Ya çalışır ondan yaxçısını düzəlsin, ondan yaxçısını xiyal etsin. Bunun üçün siz nə qədər eləyə bilərsiniz, insanlara cəsarət verəsiniz, nəqd eləyəsiniz, onlar da cəsarət tapıb nəqd eləyəcəklər. Həm özlərin, həm camənin. Cərrahlıqlardır, camənin dərdləri, mərəzliklərin cərrahlıq eləmək, görməkdir. Deməmək ki, mən türkəm, bunu desəm caməyimə pis olar. Çün mən bunu desəm, türklə kürd savaşı vardı, türklər tökülərlər mənim üstümə. Yox, indi deməsən 10 ildən sonra deyəcəksən. 10 ildən sonra deməsən 50 ildən sonra deyəcəksən. İndi sülhü deməsən savaşdan sonra deyəcəksən. Bunun üçün bu günləri deyəcəksən ki, fikir yaransın. Bu günləri deyəcəksən, Azərbaycanda məvaddı müxəddir var, gərək bu günləri fikirləşək. Sabah dövlət qurandan sonra fikir vaxtı deyil. Əgər bu gün işsizlikdir, gərək bu gün deyəsən, Azərbaycan işsizlik üçün mən nə edəcəyəm? Sabahları dövlətə ələ alandan sonra heç iş görə bilməyəcəksən, vaxt yoxdur. Gərək getəcəyə həml eləyəsən cümlələrində, gələcəyə deyəsən nə qururam? Getəcəyə həmlə, gələcəyə quruş. Getəcəkdə dədələrimiz hökumət qurmuşdu, amma əldən verdilər. Dədələrimiz xiyanət elədilər, bu işləri gördülər, amma biz gələcəyə nə cür görürük? Gedəcəyi nəqd eləməklə yox, gələcəyi də görsədirik. Bu da o yoldur ki, dədələrimizə fəqət həml eləmirik.
Vətənimizə fəqət həmlə eləmirik, millətimizə fəqət həmlə eləmirik. Bəlkə yol da göstəririk ki, buradan gedəcəyik. Buradan ki, onları mühəndisi fikir edirik. Yəni bir fikri çıxadıb, bir fikir qoyuruq. Əgər biz təyəri maşından çıxadaq, maşın hərəkət etməz. Gərək ona bir təyər salaq. Biz insanların zehnindən bir təyəri çıxadıb, bir ayrı təyər qoymalıyıq ki, maşın getsin qabağa. İnsanın fikrinin, maşını fikri hərəkətə düşsün. Biz vəz-i mövcudu və keçicağı həmlə eləyəcəyik. İctimai, siyasi, dini, iqtisadi, əxlaqi, atifi və rəvabit xanəvadəlik, ailə rəvabitin, ailə ilgiləri, dostluq ilgiləri, famililik ilgiləri, vətəndaşlıq ilgiləri, qandaşlıq ilgiləri, soydaşlıq ilgiləri üstündə danışacaqsan. Gücləndirəcəksən. Bunun adına əsəbiyyət deyirmişlər 700 il bundan qabaq. İndi ona nasyonalizm deyirlər. İndi nasyonalizm çox pis görsənir və çalışırlar, İran da çalışırlar, bizə deyirlər ki, geçəcəkdə nasyonalist yoxmuş. Amma keçəcəkdə nasyonalizm sözü yoxmuş. Əsəbiyyət sözü varmış. Əsəbiyyət yəni təəssübü, qan təəssübü, torpaq təəssübü, din təəssübü, dil təəssübü və papaq təəssübü. Hangi papağı daşırdın, o papağın səndə təəssübü vardı. Sən türk papağı daşırdın, Səfəvi papağı daşırdın, ordu papağı daşıyırdın. Daşıdığın işə keçən ki, bərnamə dedik, hər yerdə işləyirsən, orada təəssübün olacaq, orada vəfadar olacaqsan. Bu da onun bir tərəfi. İcazə buyurun, buradan bu üzə bəhsimiz qalsın, çünki 50 dəqiqəyə yetişdik. Buradan bu üzə bəhsimiz qalsın. Gələn cuma axşamına, cuma axşamı bunu danışarıq icazəsinə və bərabər bunu gedərək qabağa. Çox sevindim ki, bu qismətdə oldunuz, qulaq astınız, təşəkkür edirəm. Umaram ki, bilaq biz ruznamegarlıq sadə bir elm deyil, çox peçidə, çox təcrübəyə ehtiyacı olan bir elmidir. Hər nə qədər bu elmdə gücləşdikcə, o qədər insanların zehni ilə oynamağı başaracağıq. İnsanların zehni, oxucularımızın zehni, əvvəl oxucularımızın tipini biləcəyik. Mən bu xəbəri, ya bu mətləbi roşənfikir üçün yazıram, milli insanlar üçün yazıram. Bunu yazıram ki, sual soruşalar, sual danışalar. Bunu yazıram ki, bir hərəkət qalxsın. Bunu yazıram ki, camiədə bir hərəkəti şaiə şəklində, yəni ağızdan ağıza, beləsi deyək. İnsanların ağızdan ağıza yayılsın. Yəni biz o hədəfimizi, adamlarımızı, qruplarımızı səthi savadı, səthi təxəssüsü seçib, onun əsasında fikri düzəldib, insanların zehninə şillik eləyəcəyik və insanların dəyişməsinə səbəb olacaq. Əgər siz bir cümlə yazırsınız ki, o bir cümlənin qabağında bir bəhsi düşür, bir suallar olur, müvəffəqsiz. Müvəffəqsiz. Çünki bir fikirlər yaran deyil. Bir qıssa ara verək, qıssa aradan sonra bir 3-4 dəqiqədən sonra yenə də bərabər ikinci bölümdən xidmətçisi olmam. Buyurun, sağ olun.